Qış fəsli yazla əvəzləndikcə bir sıra xəstəliklər özünü daha qabarıq biruzə verir. Allergoloqlar deyirlər ki, bahar fəslində ən çox respirator allergiyanın simptomları aktivləşir. O insanlardakı müxtəlif tozlara allergiya həssaslıq var, yay aylarında həmin kəskinləşmə müşahidə olunur. Eyni zamanda da allergiyanın digər növü qida allergiyasında sayı yazlarda artır. Ekspertlərin sözlərinə görə hər hansı xəstəliyin ilkin əlamətlərini hiss etdikdə mütləq həkimə müraciət edilməlidir. Hər bir xroniki xəstəlik olduğu kimi allergoloji xəstəliklərin müalicəsi yox, daha effektli profilaktik etmək lazımdır. Yəni ki, allergik sezon başlamayana qədər artıq öz analizləri, allergik panellərin həkimin yanına gedib yoxlamaq lazımdır və əvvəlcədən profilaktik müalicə etmək lazımdır. Qeyd olunur ki, allergiyası olanlar bu fəsildə özlərini xüsusi qorumalıdır. Bəzi hallarda allergoloji xəstəliklər, hətta mövsümi allergoloji xəstəliklər digər xəstəliklərin fonunda daha kəskin keçir. Özünüzü həmin xüsusi allergendən, yoxlanmış allergendən qorumaq lazımdır. Əgər sizdə hansı qida allergiya varsa, həmin pəhriz saxlamaq lazımdır. Əgər toza, məsələn, ev tozuna qarşı allergiya varsa, evdə olan toz əşyaları, toz yığan əşyalardan uzaq olmaq lazımdır. Ola bilər yorğan döşəyi dəyişdirmək lazımdır və digər həkim tərəfindən məsləhət görünən tədbirləri görmək lazımdır. Mövsümi xəstəliklərdən qorunmaq üçün tibb mütəxəssislərinin tövsiyələrinə riayət etmək zəruridir.